Səsində düşsün. Deməli, birincisi private baxasız təkrar eləyəsiniz. Private Şagirdlərin elə bir məlumatlarını saxlayan elə bir sistem qurulur da, elə bir ərə list yaradılır. Düzdür müəllim? necə? Yəni bu ərə list yaradılır. Şagird məlumatlarını bir özünə saxlayır da. Yəni bu Hə, ərə listin 6-cı. məğzi odur. Hə, o birinci məsələ oydu. Biz 6-cı sətirdə ərə list yaratdıq. Ərə Sonra list 100 özündə dəyərlər saxlayır. O həmin kiçikdir, böyükdür işarəsinin içinə student yazdığımız üçün studentin obyektlərini saxlayır. Və biz bunun qabağına private qoymuşuq. Private qoymuşuq ki, bu ancaq main klassın içində istifadə olunsun. Student bunu istifadə eləməsin. Çünki niyə eləsin? Lazımlı deyil. Və daha sonra static keyword istifadə eləmişik. Static keyword ancaq class vasitəsilə istifadə edilməyə kömək edir. Yəni statik yazmışıqsa bunu classla birbaşa olaraq çağırmaq olurdu. Main nöqtə student yazsam işləyəcək. Çünki niyə static keyword yazmışam? Main classın obyektini yaratmadan birbaşa istifadə edə bilərəm. Aha. Daha sonra burada nə nüans var? Statik olmasaydı buna non-static deyəcəkdi. Yəni statik olmayan. Daha sonra new keyword'ı var 6-cı sətirdə. New keyword'ı obyekt yaratmaq üçündür. Buna da belə. İndi davam edirik 9-cu sətirdən. 9'da idi. Skanerine Skanerin obyektini yaradırıq 9-cu sətirdə. Hı hı. 10-cu sətirdə nə edirik? Deməli, 10-cu sətirdə nə edirik? tak. Bunda dəyər veririk, int dəyər. Nə dəyər? Join. Elə buna görə demişdim ki, yəni yazsaz daha yaxşıdır. Yadınızda qalmaq baxımından, başa düşmə baxımından. Yazanda, baxmadan yazanda tam başa düşürsünüz. Int choice ona görə yazmışıq ki, bu seçimdir. Biz seçimləri istəyəcəyik user'dan. User'dan seçim istəyəcəyik, amma biz dəyər verməmişik. Sadəcə nöqtəli vergül qoymuşam, yəni gələcəkdə bunu istifadə edəcəm, hələ ki dəyəri yoxdur, boşdur. Null deyil, sadəcə boşdur. Və 12-ci sətirdə while açmışam. Niyə while açmışam? Çap etmək. Şeyə görə də, nədir bu? Necə yəni müəllim? Niyə? Yəni while kodunu niyə yazmışıq? Yəni yazmasaq nə baş verərdi ki? Nə işimizi yarayır məğz olaraq? Baxın, while yazmışıq. Aha. Daha sonra şərt hissəsinə true yazmışıq. Yəni sonsuza qədər döngü olacaq. Sonsuza qədər döngü olacaq. Niyə olur? Çünki seçimləri çoxlu seçə bilərik. Biz orada proyektdə bir seçim seçəndən sonra proyektimiz bitməsin. Əgər while true yazmasaydıq, proyektimiz bir dənə mən yazdım ki, tələbə əlavə elə, vəsiyo, proyekt dayandı. While true'nun içindəyəndə isə bu sonsuza qədər gedir bu dövr. Tələbə istədiyim qədər əlavə edə bilərəm, proyekt dayanmır. Ta ki break kodunu istifadə edənə qədər. Daha sonra 13, 14, 15, 16-cı sətirlərdə bildiririk ki, user'a, yəni sən 1 daxil eləsən tələbə əlavə edəcəksən, 2 daxil eləsən bütün tələbələri göstərəcəksən, darıq göstərəcək. 3-ü seçsən, ortalama balı hesablayacaq. Və 0 seçsənsə ki, proyekt dayanacaq, çıxış olacaq. 18-ci sətirdə seçim edin yazırıq. Yəni seçim elə, daha sonra istəyirəm. Seçim edin, yəni 1, 2, 3, 0. Bu rəqəmlərdən birini seçir.
Daha sonra 19-cu sətirdə choice bərabərdir sığcı, yəni sığcı skanerdir. Sığcı.next int. Yəni ki, skaner vasitəsilə user'dan məlumat alıram. Aldığım məlumat int tipindədir, rəqəmdir, tam ədəddir. Alıram, yəni 1, 2, 3, 0, mənfi də gələ bilər, müsbət də gələ bilər, 0 da gələ bilər, fərq eləmir. Daha sonra sığcı.next line ona görə yazıram ki, sətir elə bir ki, rəqəmdən sonra biz söz istəyəndə problem çıxır skanerdə. Bunu izah eləmişdim. Ona görə rəqəm, əgər ancaq rəqəm istəsəydi problem deyildi. Amma rəqəm istəyib sonra söz istəyəndə biz sığcı.next line istifadə edirik. Daha sonra 22-ci sətirdə bu seçimə görə, user'ın yazdığı seçimə görə biz 1 yazıb, 2 yazıb, 3 yazıb, 0 yazıb və yaxud da başqa bir rəqəm yazıb. Buna görə biz nə edirik? Yoxlama edirik və ona görə iş görəcəyik. 22-ci sətirdə deyirəm ki, if choice bərabərdir 1-ə, yəni seçimimiz, əgər user 1 gidibsə, deməli nə edəcəyik? Stem output line ad daxil et. Bir dənə ad istəyəcəyik. 24-cü sətirdə user'dan ad istəyirik. 27-ci sətirdə bir dənə int tipində rəqəm istəyirik, hansı ki bu yaşdır. 30-cu sətirdə isə result, yəni nəticə istəyirik. Daha sonra 32-ci sətirdə student klassının obyektini yaradıram və constructor vasitəsilə, üçlü constructor vasitəsilə student obyektini yaradıram. Daha sonra 33-cü sətirdə student.add edirəm. Yaxşı, baxın, bu sual keçən dəfə də vermişəm. Oradakı bənövşə rəngdə students nədir? Bu yuxarıdakı, budur müəllim, array listin adı. Aha. Array listə, indi aşağı təzədən qaydın. Students.add s eləyəndə 33-cü sətirdə nə baş verir? Bunlar üçü də gəlir. Name, age, result. Yəni student obyekti əlavə olunur array listə. 32-ci sətirdə yaratdığımız əlavə olunur. 33-cü sətirdə deyirik ki, əlavə elə və students-dəki yuxarıda array list yuxarıda. O sadəcə bir dəfə yaratmışıq, lazım gəldi əlavə edirəm, lazım gəldi silirəm, fərq eləmir. Daha sonra 35-ci sətirdə yazıram ki, tələbə əlavə edildi. Yəni ki, axırda bildiriş edirəm ki, əlavə edildi. Bax, məsəl üçün sizə demişdim ki, if-lər əlavə eləyə bilərsiniz. Yəni, onu boşuna deməmişdim. Məsəl üçün, 39-cu sətirdə elə bir dəfəlik şagirdləri axtarmışsınız, amma sayına görə bir nəticə çıxarmırsınız. Yəni ki, bəlkə tələbə yoxdur. Məsələn, if-lər qoyuruq biz. Yəni, keçən dəfə onun üçün bizim vaxtımız uzandı ki, biz if-lər qoyurduq, nə qədər if eləyirdik ki, bilək ki, tələbə varmı, tələbə yoxmu? Tələbə yoxdursa, yaz ki, şagird yoxdur. Yəni, nəyə cavab verəcək? Onu da bilməliyik. Daha sonra, else if choice 3 var, məsəl üçün. Seçim 3-də nə edirdik? Ortalamasını tapırdı. Ortalama demişəm ki, nə qədər şagird varsa, hamısını toplayırıq, bölürük sayına. Onun üçün sum açmışıq, cəm 0-dır. Bir-bir for döngüsü ilə, enhanced for ilə bir-bir nəticələri yığmışam. Bütün tələbələri axtarmışam. Və nəticədə hamısını toplamışam bir yerə. Onun da adını qoymuşam sum. 0-dan başlatmışam. Bütün tələbələri bir-bir əlavə eləmişəm. Əla. Daha sonra deyirəm ki, if var orada. Student size. Student size nədir? Bunu deyirsiniz də müəllim. Bu ölçüsü size. Array'də biz length deyirdik, array listədə size deyirdik, uzunluğu. Yəni içində nə qədər şagird varsa onu deyir. Orada sıfırdan çox. Niyə if else açmışam deyə bilərsiniz? If else şərt var axı ona görə. Yəni sıfırdan çoxdursa. Niyə belə bir şərt qoymuşam? Nəyə görə? Bəs nədir bu? Printə verəndə
if şeydə axı müəllim çoxda axı. E, if is Baxın, bayaq dediyimdir. Şagird var yoxsa yox, bunu araşdırırıq. İf-elzin məğzi budur. Sıfırdan çoxsa deməli şagird var. Əks halda sıfırdır, deməli tələbə yoxdur. Əslində bunu biz yuxarıda yazmalıyıq. Yəni heç bu prosesdə getməmişdən əvvəl yoxlamalıyıq. Mən bunu düzəltmişəm məsəl üçün əvvəlki videoda. Yəni ona baxa bilərsiniz. Aha. Bu arada yenə də üstündə qalmayacağam o öz yerində. Yeni mövzu keçərəm, amma bunu təzədən evə verəcəm işləməyə 100%. 100% işləməlisiniz. Daha sonra hətta trackhat'i yoxlamışdıq biz. necə müəllim? Trackhat'i göstərmişdim mən sizə. Türkçə bəli. Bu proyektdə də göstərmişəm. Bir dənə baxım öz proyektində görüm. Qalıb da yəqin ki əvvəlki proyektdə dəqiq. Project nə? Aha, düz. Yəni görüm nələr yazmışdıq. Example mainin içində qalıb, seçimlərimiz qalıb. Hətta mən bunu yazmışam. Səliqəli buralarını düzəltmişəm. Bax bunu da məsəl üçün düzəltmişəm. Bunu da düzəltmişəm. Onu göstərərəm indi sizə. İstəyirsiniz mən götürüm. Gəlin belə eləyək. Yəni mən götürüm. Tamam. Çünki məndə düzəldilmiş versiyası var. Sizdə köhnə versiyadır. Onun üçün bəzi şeylər yazılmayıb. Baxın. Bir də izah edirəm. Bunların ikisini də qoymuşam. İndi siz ikisini qoymasanız da olar, problem deyil. Skanerdir, bir də array listində ikisini də qoymuşam private statikə, belə istifadə eləmişəm. Burada da yarada bilərdim, problem eləməyəcəkdi. Sadəcə şərt qoymuşdum mən sizə istəyəndə ki, bunu bəs class səviyyəsində yaradım. Main metodunun içində, main metod əsas metodumuzdur. Yenə də buraları təkrar edeyim qısaca. Seçim var. While tune ona görədir ki, sonsuza qədər bu seçimlər geçsin. Breaklə də qabıqda qıracağıq. Yenə istəmişəm. Daha sonra baxın. Choice scanner next'in seçimimi almışam. Yenə də xəta çıxmasın deyənə scannerin rəqəmdən sonra biz söz istəyəndə problem çıxmasın deyənə bir dənə boş şəkildə scanner next line yazırıq. Daha sonra bir seçilibsə nə edirik? Ad daxil edirik. Hətta baxın mən burada bunu da qurmuşam. Demişdim buna validation deyilir. Mən demişəm, deməmişəm. Demişdim ki adın uzunluğu səhvdir. Yəni ad 2-dən az olurdusa o yazırdım ki adın uzunluğu səhvdir. Belə, yəni əlavə eləmirdim. Məsəl üçün siz bunu da yoxlamalısınız. Yenidən bunu keçən dəfə izah eləmişəm onsuz. Yəni özümə düzəltiş eləməmişəm sonradan. Ona görə bunların hamısını bir-bir yazmaq lazımdır və başa düşərək məsələ budur. Yəni hər sətrini onun üçün demişəm ki, başa düşmək lazımdır. Yəni baxanda sadəcə baxırsınız, keçirsiniz, amma yazanda başa düşürsünüz ki, bunu mən niyə yazdım. Yəni yenidən başa düşməsəz, yəni ya ChatGPT yazın, yəni əgər mənə yazmısınızsa, yəni ChatGPT yazın. Deyin ki, bu sətri mən niyə yazdım? Mən bura niyə if qoydum? Yəni eləyərdim də prosesimi. Niyə mən bura if qoydum? Bunu yaza bilərsiniz. Məsəl üçün, yenə də məndən soruşsunuz, mən də deyəcəm. Amma lap məndən soruşmursunuzsa, yəni ChatGPT-dən soruşun. Yəni belə eləyin. Sonra else deyirəm, yəni 2-dən, məsələn, bunun məğzini bilməlisiniz. Yazmışam ki, adın uzunluğu length metodu stringin metodudur. Ad almışam user'dan. User'ın adı 2 bərabər və yaxud da kiçikdirsə, deməli səhvdir. İnsan adının uzunluğu 2 olmur. Else, daha sonra əgər yəni 2-dən böyükdürsə, 3-dür və 4-dür, daha çoxdursa, onda ad uğurludur. Daha sonra adı alandan sonra yaşı alıram. Yaşı 18-dən kiçikdirsə, deməli götürmürəm. Məsələn, şərt qoymuşam. Daha sonra 18-dən kiçikdə götürmürəm, amma 18-dən böyükdürsə else halında götürürəm. Təzədən yenə deyəm ki, balı daxil elə. Bal da ki 100-dən böyükdürsə, 0-dan kiçikdirsə, deməli bu saxtadır da, yəni bal belə olmur. Ona görə balınız səhvdir mesaj verirəm. Bal da səhvdir. Daha sonra düz olsa ehtimalı var. Yəni if-də deyirəm ki, səhvdir. Yenə də heç bir heç nə əlavə eləmir. Amma else, yəni həm bal düzgün oldu, həm gəldim baldan sonra yaşı da düzgün elədim. Yəni ad da düzgün elədim. Üçündən də normal şəkildə keçdimsə, gəlirəm else.
Erzə nə edirəm? Student, bax indi yaradıram. Baxın, siz birbaşa məsəl Hı üçün hı. yaratmısınız. Heç adı yoxlamamısınız, yaşı yoxlamamısınız, balı yoxlamamısınız. Yoxlamadan sadəcə əlavə eləmisiniz. Bəlkə adam adını qoyub ki 5. 5 deyə ad yoxdur axı. Bunları yoxlamaq lazımdır. Aha. Lap 5 deyə ad olsun, amma yəni 2-dən az ad olmurdu nəticədə. Ən azı bizim dildə olmur. Hı. Daha sonra student list.add. Baxın indi əlavə edirəm. Yəni bu hissəni mən qorumaya alıram. Bu sözü keçən videoda dedim. Bu hissəni əlavə eləmək qorumaya alıram. Birinci yoxlamalarımı eləyirəm. Həmişə ən axırıncı erzlər. Gəlir ən axırda bunu eləyirəm. Ən axırıncı erzdə eləyirəm. Yəni əlavə eləmə bizim əsas qoyacağımız şey. Çünki proses nədir? Əlavə elə. Amma mən şərtlər qoyuram. Deyəm ki, bu hallarda əlavə eləmə. Amma hamısından düzgün şəkildə keçsə gəl əlavə elə. Hə. Mən şərtimi belə qoyuram. Daha sonra bu belə. Choice 2. Seçim 2-də baxın. Bunu mən yoxlayıram. Student list is empty. Mən demişdim belə bir metod var. Boşdursa yazışı şagird tapılmadı. Всё. Şagird tapılmadı. Əks halda nə edirsən? Məsələn mən özümə metod yazmışdım yazıcıda. s.writeInfo. Bu metod nə edirdi? Boşluq buraxır ki, yəni səliqəli olsun. Daha sonra bütün məlumatlarını yazırdı. Yenə də deyəm, bunların hamısını bir sütun bilməlisiniz. Yəni ki, nə baş verir? Aha. Daha sonra, baxın, yenə də deyəm, if else'lərdən istifadə eləmişəm, şərtlər qoymuşam. Boşdurmu? Boş deyilmi? Yəni mən niyə şagird yoxdursa for döngüsü yaradım, iş görürüm. Sadəcə deyirəm ki, yoxla, boşdursa yaz ki, tapılmadı. Yəni boş-boşuna axtarmadı, onsuz yoxdur. Aha. Bunun da adı enhanced for idi, təkrar üçün deyirəm. İndi seçim 3, bayaqkında. Baxın, yenə də yoxlayıram. Şagird varmı? Şagird tapılmadı. Çünki niyə? Şagird sayı sıfırdır, yəni boşdur. Əriyi boşdur. Bunu yoxlayıram birinci. Yox, əgər boş deyilsə, else halında, onda bir şagirdləri topla. Şagirdlərin baxın, student list size. Hətta mən bunu belə eləmişəm. Burada toplamışam, bir şagirdləri toplamışam bura. Və daha sonra average, yəni ortalama, cəmini bölmüşəm şagirdlərin sayına. Yəni sayına bölmüşəm. Sayızı belə tapmaq olur. Və daha sonra ortalamanı da çapa vermişəm ki, ortalama budur. Daha sonra 0 seçilsə nə baş verir? 0 seçilsə break eləyirəm, while döngüsü sınır. Else'də nə baş verir? Else'də də ki, yəni ki, 0-dır, 3-dür, 2-dir, 1-dir. Bunlar daxil eləməyəndə Else'ə düşür. Deyəm ki, səhv rəqəm daxil elədiniz. Bunu yazıram. Yəni bu döngü olmalıdır. Bunların hamısı bilinməli kodlardır, izah edilməli kodlardır. Bu belə. Yəni açığı 30 dəqiqə vaxt getdi, amma ümid edirəm anladınız ki, bunları bilmək lazımdır. Hamısını bilmək lazımdır. Hər sətrini bilmək lazımdır ki, niyə biz bu kodu yazırıq? Yəni bunlar bilinməlidir. Daha sonra məsəl üçün təkrar az vaxt ayırırsınız, bunu deyə bilərəm. Təkrar eləmişsiniz. Bu birinci problemdir. İkincisi taskı işləməmişsiniz. Hətta mən onu demişdim işləyin. Ancaq baxmaq deməmişdim, bunu da deyim. Bu da ikinci problem idi. İndi dərs olaraq keçmək üçün mən inheritance polimorfizmi keçmişəm. Yəqin ki, bunu da çox təkrar eləməmişsiniz. Daha sonra yaxşı, bir dənə qoy sual cavab edeyim, boşluğu tapa bilim ən azından. JDK jivimi deyə bilərsiniz. Ümumi sual cavab kimi eləmək istəyirəm. Sadəcə görün, nədə boşluğunuz varsa onu bir də izah edeyim, yəni belə bir şey. JDK jivimi deyə bilərsiniz, mənası və s. JDK Java Development Kit'dir. Belə bir Java proqramlarını elə bir yazmaq üçün, işlətmək üçün lazım olan Kimə lazımdır? proqram istəyirəm.
proqramçıya lazımdır. Aha, kifayətdir. JVM. JVM elə bir Java virtual machine gedir. Yəni bu e, deyimsə kompüter gedir də. Yəni bura e, necə deyim, bu Windows'dur, Mac'dır, Linux'dur. Bunlar aiddir. Tam olaraq elə deyildi. Təxmini yadınızda qalıb. JVM Java bizim proqramları işlədən virtual kompüterdir. Yəni run eləyir. Java bizim yazdığımız, proqramistin yazdığı bu Java proqramını, hansı ki proqramist yazanda JDK istifadə eləyir. Hı -hı. Amma proyekt işə düşəndə, proyekti işə JVM, salmaq üçün JVM lazımdır. JVM lazımdır. JVM bəs kimlərə lazımdır? Deməli, JDK dedi proqramistlərə lazımdır. JVM bəs kimə lazımdır onda? bu da elədir. JVM-də JVM, klass. JVM hamıya lazımdır. Hı Məsəl üçün -hı. mən Java proyekti açsamsa mənə də lazımdır. Nə olsun kod yazmıram. Yəni Java proyekti açsam mənə də JVM lazımdır. Hansısa kim istəyirsə Java proyekti açmaq, deməli onun JVM olmalıdır, Javası olmalıdır. Aha. Bu JDK-nın içində hamısı gəlir deyəndə indi JVM-i ayrıca yükləmirik biz. Hı. Aha. Amma kimsə Java məsələn Java-ya yazılmış bir oyun oynamaq istəsə və yaxud proyekt açmaq istəsə məcburdur ki Java-nı yükləsin. Yəni biz JDK yükləyirik kod yazmaq üçün. Java-da ayrıca da yüklənilə bilər. Yəni JDK daha böyük anlayışdır. Amma bunun içində Java da var onsuz. Onun üçün biz Java-nı ayrıca yükləmirik. Dəyişənlər, məlumat tipləri, operatorlar. Dəyişənləri bilirik. Problem deyil. Məlumat tipləri, operatorlar. Aha. İndi bir dənə sual soruşum. Dəyişənlərin iki növü var idi. Yadınızdadır. Hı -hı. Hansılardı? Adı nədir bu? Sadə, bir Aha. primitiv, Aha. bir də o birisi string. Yox, yox. Yox. Neydi o birisi? Yox, yox. Primitiv, bir də neydi o? Obyekt. Obyektiv, hə, obyekt. Obyektiv yox, obyekt. Obyekt, obyekt. Aha. Deməli fərqlərini izah edə bilərsiniz. Fərqi budur ki, obyekt hə, neydi? New keyboard yaradılırdı müəllim. Aha. O birisi bir daha obyekti də obyekt array string daxil edir də. Çoxlar obyektlər var, yəni milyonlarla obyekt var. O sayı yoxdur, yəni belə deyim. Uzağı nümunə kimi stringdir və s. Fərqləri nədir deyə bilərsiniz? Fərqi biri böyük hərf, obyekt böyük hərflə yazılır həmişə. Sonra Obyekt statik olur da onlar müəllim tip. yox. Obyektlər ölçüsü birincisi böyük olur, ikincisi özündə referens saxlayır. Bu da əsas nüansdır. Referensləri göstərmişdim. Ət işarəsi olur, sonra rəqəm yazılır. Məsələn, student ət işarəsi nə rəqəmlər yazılır. İstəsəz göstərirəm. Aha. Özündə referenslər saxlayır. Obyektlər. Obyektin yaradılması üçün deməli onun klası da var. Klasın obyekti yaradılır. Amma
ə, primitiv tiplərin yəni xüsusi bir klass olmalı deyil onlar üçün yaradılsın. Bu primitivdir, sadədir, özündə referens saxlamır, ə, çox böyük yer tutmur. Aha, daha sonra. Yəni belə də, yəni əsas nüanslar bunlardır. Yaxşı, hip və stack yaddaş haqqında danışa bilərsiniz. Şey, adı nədir? Ə, iki yəni bir yaddaş, hə, hip, bir də stack. Stack elə bir yaddaşı saxlamır. Ə, yəni azdır, yəni yaddaşı. Yaddaş azdır. Sürətlidir. Aha, Müvəqqəti elə bir yaddaşı var da. aha, Hmm, Sonra metodların içində aha. yaradılır. Metodların içində Yəni yaradılır, yox, həmin zaman istifadə olunur. Yəni stack yaddaş dediyim kimi, metod bitəndə, yəni içindəkilər avtomatik silinir də. hə, müvəqqətiliyi odur, hə. Sonra Aha, e, intdir, booleandir, double'dır. Yəni bunlar da yəni içində saxlanılır. aha. Sonra hip isə ondan fərqli olaraq yəni böyükdür. Mhm, Yaddaşı da yəni uzundur, böyükdür. Sonra obyektlərdir, massiv arraylərdir. Onlar mhm, saxlanılır burada. mhm. Sonra Yaxşı. stackdən yavaşdır. Aha. Sonra bir də e, hmm, new yaradılan obyektlər də bura daxildir də. Yəni Hə, hə. burada saxlanılır. Referenslər saxlanması. İndi belə bir sual verim. Hypnostek. Aslında hypnostek kifayət, yəni dediyiniz kifayət edir, görmüsünüz, olmadı. Yox, elə kifayətdir. Aha. Daha sonra şərt operatorları. Şərt operatorları hansılardır? E, şart operatorları. Yəni kimi elə bilərsiniz, unutmuşam. Bilirsiniz əslində bilməyinə. Yəni yenə də şərt, baxın şərt deyirik. Hə, if is Hı, e, bir dənə də. if is, bir də else, hə, else ifdir. Bunların üçünün mənasında nə üçün istifadə edirik? E, şərt doğrudursa, yəni bir dəfə desə if gedir. Yox, seçim varsa else if gedir. Yəni yenə əgər yəni şərt yoxlanılırsa, seçim varsa yenə else if. Sonuncuda əgər şərt yoxdursa, yəni else qeyd olunur. Yəni heç bir yəni doğru deyilsə, yəni belə deyim. Hə, elədir. Else ümumiyyətlə heç biri keçərli olmayanda, yuxarıdakı şərtlərin heç biri keçərli olmayanda olur. Else if özündən yuxarıdakı seçimlər düzgün olmayanda, yəni əlavə seçim olaraq olur. If isə ikinci şərt. Yəni ilk bir dənə şərt qoyuram, birinci şərt ifdir. Bir də switch case var idi. Aha. Orada amma elə bir şərti qeyd edəndən sonra break yazmalıydıq, yoxsa gedir də, yəni daşma ola bilər. Orada şərt yazmırıq. Açıq, şərt Təpə verin. yazmırıq. Orada konkret bir dənə dəyəri yoxlayırıq ki, dəyər buna bərabərdir, yoxsa yox. Bax bunu yoxlayırıq. Məsəl üçün, switch-in içində yazırıq. Yaş. Hə. Məsəl üçün, yaş deyə əvvəlcə bir şey var imiş. Hı -hı. Yoxlayırıq switch case-dəki. Switch-in içində yaş yazırıq, case-ləri də ki, neçə olduğunu yazırıq, məsəl üçün. Aha, daha sonra 2 nöqtə qoyuruq. O nə eləyəcək onu yazacağıq. Yəni if-else-lə eyni bir şeydir. Yenə də mən sizə demişəm də, yəni if-else daha çox istifadə olunur. Yəni mən switch case-in istifadə olunduğu son dövrdə proyekt görməmişəm, açıq deyim. Ona görə if-else daha idealdır deyərdim. Amma təbii ki də, yəni biz araşdırdıq keçən dərs ki, müəyyən
ehtimallarda switch case daha sürətli deyil. Amma əksər hallarda if else. Aha. Daha sonra dövr operatorlarından deyə bilərsiniz mənə. Dövr operatorları loop deyirsiniz də müəllim. Aha, loop dövrlər. For-dur. Hı -hı. Orada yenə sonra while-dır. Aha, Do while-dır. Do while ilə istifadə olunmur. aha, While amma şərt ilə və doğru olduğu vaxta qədər yəni istifadə olunur. aha. Elə bir digərindən for-dan elə bir qısadır da. For amma neçədən başlayır, neçəyə qədərdir və neçə gedir, yəni onu göstərir. Nə qədər, yəni nə deyim, təkrar o qədər. İkisi də loopdur, yəni ikisində də var açıq. While-da da biz yazırıq da, yəni neçədən neçəyə qədər getsin. Bunu da biz while-da da yazırıq onsuz. Prosto for-da üçlü for-dan istifadə edirik onun üçün. While-da ayrı yazırıq. Yəni while-ın əvvəlində birinci int təyin edirik. While-ın içində üstəgəl çıxmanı yazırıq. While-ın öz şərtində də ki, həmin ona bir dənə şərt qoyduq. Amma for-da üçü də bir yerdə olur. Bir dənə mötərizənin içində olur. Fərqi budur, amma yaxşı, while ilə do while-ın fərqi nədir? While ilə do while-ın fərqi do while bir dəfə istifadə olunur. Amma while şərt ilə bir tapana kimi də nə qədər tutana, yəni şərt doğru olduğu vaxta qədər gedir. Do while-da bir dənə səhv elədiniz. Do while ümumiyyətlə bir dəfə getmir. Ən az bir dəfə gedir. Yəni while ilə do while arasında fərq yoxdur əslində. Sadəcə while şərti ilkdən ödənir, ödənmir. Əgər ödənirsə ilk while şərti, do while-da da eləsəz eyni nəticə alacaqsınız while-la. Amma while-dan elə birincidən ödəməsə şərti, onda do while-da eləyəcək bir dəfə. Bir dəfə eləyəcək do while-da. Amma yenə də təbii ki, əgər 2 dənə 3 dənə olsa, yəni while-dan eyni şey olur. Sadəcə bir dənə false olsa belə while-da, yenə də do while-da bir dəfə eləyir onu. Aha. Daha sonra array list. Aha. Array-də fərqləndirmək üçün nə istifadə edirdi? Hansı işarə? Nədir bu? Bu mötərizə. Aha, hansı mötərizə? Adı nədir onun? Modul. Modul. Aha. Əslində mən sizə məsəl üçün arraylərin bəzi dərinlinə girmədim. Əslində 2-3 qatlı arraylər də var. Yəni arrayin içində arrayin içində array, belə bir şey də var əslində. Amma yəni dedim ki, qarmaşıqlıq olmasın deyə izah eləmədim. Yəni onsuz istifadə edilmir normalda. Array primitiv və obyektləri özünə saxlayır. Array list amma yalnız obyektləri saxlayır. Array list ancaq obyektləri saxlayır, amma array də hə. Sonra arraydə əlavə etmək də, silmək də yoxdur, amma array listə var. Add var, remove var. Yəni add-lə əlavə edirik, remove-da dəyişirik, silirik. Bəs arraydə mən dəyişə bilərəm, neysə. Arraydə yox, array listə etmək olur. Sonra bir də arraydə mən dəyişə bilmərəm, hansısa bir yazdığım bir şey. Arraydə dəyişmək, əlavə etmək olmur. Dəyişmək, remove-dur da, Başa düşdüm, yəni silmək olmur, zad olmur, amma dəyişmək olur axı. Biz bir dəfə yaratmışıq, deyirəm ki, mən birincini dəyişirəm. Hə, olur. Aha. Sonra yadınızdadır necə dəyişirdik ümumiyyətlə? Necə müəllim? Yadınızdadır ki, necə dəyişirdik arraydə?
Əreydə. Hə, elə bir ərik qeyd eləyirdik mötərizənin içərisində. Səhv etmirəmsə, hansını dəyişmək istəyirdiksə Aha. onu qeyd eləyirdik. Aha. Bir dənə də mötərizə açılırdı. Yox, yox, Yo, gördüm. yo, yo. Müəllim, nədir bu? Hmm, ay, var idi. Bərabər. Əlavə yox, Bə ətdir. yox, o əlil listədir. Yo, yo, elə istəyirəm. Bərabər qoyduq, istədiyimiz rəqəmi yazırdıq. Hə, hə. Aha, ekranı görürsünüz. Son bir dənə Aha. nümunəsini verin. Məsəl üçün yazıram çar ərəyi işarəsini qoyuram. Adını qoymuşam A deyək. Vəsə. Bərabərdir new çar yazıram. Neçə olsun? 3 dənəlik olsun. Burada bir dənə də fərqi var idi. Çarda limitlidir, ərəy listə limitli deyil. Çarda mən limit qoyuram. Ərəy listə qoymam bu limiti. A qoyuram. Yazam ki birinci bərabərdir, fərqi yoxdur. Ay. A olmasın, nə olsun, fərq eləmir. Yəni A-nın birincisinə E yazdım. Və indeksdə sıfırdan başlayırdı. Bu nə var? Onun üçün A-nın sıfırıncısı da var aslında. A-nın üçüncüsü yoxdur aslında. Üçüncü bax, altta xət var. Bu mənə nə xət atacaq? Array out of bounds. Yəni belə bir şey yoxdur. Biz xəta adlarını əzbərləməyə ehtiyac yoxdur, amma gələcəkdə onu işlədikcə əzbərləyəcəksiniz. Burada sıfırıncı, birinci, ikinci var. 3-dən yaratmışamsa, 3 yoxdur. Bu da belə. Bu da belə. Array listə vəziyyəti necədir? Bir də arraydə intdir, array listə amma integerdir. Aha. Sonra array listə hamısı böyük hərflə yazılır. Çünki obyekt götürür. Obyekt götürür, dəyər çox yığılır, saxlayır özündə. Çardan eləyir. Hə. Aha. Bu belə. Sadəcə metodları soruşurdum. Array listinin hansı metodlarını bilirsiniz? Array listi metodlarını deyirsiniz. Nədir? O günlər keçdi. Nədir bu? Hə, Mən bir dənəsini deyə bilərsiniz. Məsəl üçün get. Hə, get, set, sonra sıralamaq var. Sort, onu deyirsiniz. Sonra equals bərabərlikdir. Hər elə bir equals bərabər. JavaScript-də getdiniz. Aynen. Bir dəqiqə baxım da. Belə bu yazma ehtiyac yoxdur. Yuxarıda yaratmışam da. Add metodu var idi, get metodu var idi, size metodu var idi. Əzbərləməyə ehtiyac yoxdur. Başa düşürəm, remove var idi. Sadəcə ümumiyyətlə maraqlandım. Add first, add last. Birinciyə sonuncu əlavə eləmə. Sizdən nə dediniz? Sort dediniz, ha? Sort metodu var, düzdür. Amma bu başqa şeydən istifadə edir. Yəni, başqa nə var idi? Bir dənə də bir şey dediniz. Sonra fil var. Dəyər doldurmaq üçün. Yox, JavaScript-ə getdiniz. Qarışdırıram əmin. Aha, bu belə. Bu belə. Əzbərləməyə ehtiyac yoxdur, sadəcə əsas add-dir, remove-dur, get-dir, yəni bunları bilməlisiniz. Aha. Daha sonra metoddan niyə istifadə edirik? Deyə bilərsiniz, yəni məğzi olaraq metod niyə istifadə edirik? Metodda nəyə görə? Metod nə?
işimizi asanlaşdırsın deyəndə də sadəcə belə deyim. Hı. A. Yəni metodlar bir dənə metod çoxlu istifadə edəcəyik eyni kodu. Onu bir dənə metod atırıq. Sonra ancaq metodu çağırırıq. Məsəl üçün 10 sətirlik kod var. Mən bunu çoxlu çağıracağam. Məsələn göstərim. Deyirəm. Məsələn burada s write info deyə bir şey yazmışam. Sadəcə Müəllim, aha. mənə zəng gəlir. Olar mı açım? Olar, Çox olar, olar. üzülürsən. Olar. Üzülürsən mənim. Problem deyil. Nəyi deyirdim? Metodu deyirdik. Hə. Metod üçün istifadə olunur. Write info metodu var. Yəni mən bunu yazmışam. Əslində bu metod Hı hı. nə edir? Gəlin baxaq. Bunu eləyir. Yəni bu işimdir mənim. Bunu mən məsələn nə qədər istifadə edəcəm? Sadəcə bir dəfə metod kimi yazmışam. Write info metodu yazmışam. Və gəlirəm sadəcə lazım olanda istifadə edirəm. Yəni işimi rahatlaşdırır. Gəlirəm burada mən bu qədər kod yazmıram da. Sadəcə bir dənə yazsam bu. Və gəlir ansuz bunu eləyir. Metodun işi budur. Bəs overloading nədir? Overloading. Aha. O da elə bir metoddur da o da. Overloading metodu. Overloading eyni adlı metodlardır. Adları eyni olurdu. Amma fərqli şeylər istəyirdi və yaxud da fərqli şey qaytarırdı. Yadınızda? Get set. Məsəl üçün bu metodun da adı studentdir. Bunun da adı studentdir. Amma bu 0 dənə şey istəyir, bu 3 dənə şey istəyir. Nə olsun ki adları eynidir? Və yaxud da fərq eləmir, nə olsun, example nədir? Ha, məsəl üçün. Məsələn deyirəm ki, bu main metod düzdür. Main metodu qalsın. Əlavə metod açıram. Public static void a metodu. Deyirəm ki, a metodu nə edir? System out printline hello world çapa verir. Bir dənə də public static void b metodu yox. Elə bunda adını a qoyuram. Normalda içində a olsaydı problem çıxır. Çünki already defined, yəni artıq var da a metodu. Problem çıxar. Mən bunun içine yazsam string s, mən a yazarlaşır. Aha. Yəni fərqli yerlərdir. Bu metod sadəcə hello world çapa verir. Bu hello world üstə a. Bu hepsini qəbul eləmir, bu eləyir. Adları eynidir. Amma adları eyni olsa belə fərqli işlər görürlər. A yazıram ki, məsəl üçün a funksiyasını çağırdım. Всё. Və yaxud da a yazıram. Baxın, hətta 2 dənə a çıxır, onu da qoy göstərim. Baxın. Bir a var, String. boş olan. Bir dənə də string tələb edən olanda yazıram bunun içində salam məsəl üçün. Nə olur? 2 dənə funksiyadır. Adları eynidir. Amma biri heç nə istəmir, biri bir dənə string istəyir. Bu da belə. Yəni buna deyirdik overloading. Ümumiyyətlə bu yadınızdadır, yəni overloading. Bəli. Aha. Daha sonra OP. OP'nin açılışını deyə bilərsiniz. OP'nin açılışı. Aha. Elə bir obyekt yönlü
elə bir proqramı obyekt üzərində qurmaq. Obyekt Məsələn, yönümlü proqramlaşdırmadır. hə, Open də belə deyir. Object Oriented Programming. Bunu da qoyazım. Ob Object Oriented Programming. Baxın belə. Obyekt yönümlü proqramlaşdırma. Daha sonra klassla obyektin fərqi nədir? klassla obyektin fərqi klass obyektin yəni planıdır, özüdür. İçində metodlar da saxlayır, olur, dəyişənlər də olur. Aha. Obyekt isə klassdan yaradılır. Aha. Sonra nə deyim? Belə. Başqa Aha. Hərəsindən neçə ola bilər? bilmədim. Hərəsindən neçə dənə ola bilər? Hərəsindən 2 dənə ola bilər. Klass bir dənədir, amma obyekt çox olaraq Ola bilər. Çox olmaz, amma ola bilər. ola bilər. Encapsulation nə idi? Bu şeydir, görünməz saxlama nədir bu? Hədə saxlama deməkdir. Yəni nədir bu? Məlumatları qorumaq üçün. Bu dediyim müəllim private'dən istifadə olunur. Get və set hər ikisini də istifadə etmək olur. Yəni bir-bir də istifadə etmək olur. Tərcümədə kapsullamadır. Aha. Aha. Özünü saxlayan. Məlumatları, yəni dəyişənlər, məlumat yəni dəyişənləri. Inheritance şeydir, mirasdır. Ha, hələ ki Bir klassı bir digərindən ötürə bilir. Yəni bir klassı digər məsəl üçün dogdur, dog class, bir də var animal. Elə bir dog animal klassından xüsusiyyətlər götürə bilər. Çünki animal tək dog deyil də, yəni onun içərisində bir çox heyvan var. Təxmini elədir. Sonra polymership var. Yəni bunu soruşacaq. Getter setter soruşacaqdım. Getter setter nədir onu da deyin. Getir setir elə bir nədir bu? Nə deyim? Məsəl üçün həm ad, həm soyad, həm də yaş. Düz deyirəm də müəllim? Davam eləyin. Elə bir nə deyim sizə? Elə bir dəyişilir də, hansını istəyirəm, Allah. Baxıb deyə bilərsiniz. Baxın burada get name yazmışıq, set name yazmışıq, get age yazmışıq, set age yazmışıq. Həmçinin exam result üçün də eynisini yazmışıq. Və exam result var, name age var. Bunlar nə üçündür? Elə bir getir bir dəyəri oxumaq üçündür, setir elə bir dəyəri dəyişmək üçündür. Aha. Getter'lar buradakı dəyəri götürür. Private'dır. Biz buna normalda götürə bilmirik. Obyekt yaradacaqsa LS-də götürə bilmirik, amma get buradan dolayı yolla verir bunu. Amma setdəki əksinə bura dəyər verir. Yəni get götürür, set də dəyər verir. Yəni bunu dəyişə də bilirik, əl çatanlığımız da var get və setter vasitəsi ilə. Götür setter. Aha, bu da belə. Yaratmaq istədi demişəm də, sağ düymə basıb
generate edirik, yaradırıq. Aha. Constructor nə idi? Konstruktor müəllim. Aha. O şey, orada elə bir tək adıdır da. Yəni void olmur orada. Onu deyirsiniz də müəllim. Nə işə yarayır? O avtomatik işləyir də metoddur. Məsələn, Yəni deyim. Misal çəkin müəllim. yox, burada mən göstərirəm də, məsəl üçün, constructor. Aha, yəni bunun nə xüsusiyyəti var ki, buna biz constructor deyirik. Yəni metod, bu da metoddur da, yəni bir dənə void'a görə fərqlənir. Baxın, birinci məsələ, constructorun adları klassın adı ilə eyni olur. Klassın adı nədir? Student. Baxıram, constructorun adı student. Student. Student qoymuşamsa bu constructordur. Və constructordursa bu obyekti, klassın obyekti yaranan kimi constructor işə düşür. Məsələn, maində mən gəlib vermişim. Hadi burada. Baxın, new student edib constructor çağırmışam. Üçlü constructor, düzdür? Əslində bu hara referans verir? Bura. Yəni mən obyektini yaradacam studentin. Bu constructor çağırıram, bu constructor vasitəsilə və new keyword və constructor vasitəsilə obyekti mən yaradıram, studentin obyektini. Və bu constructor vasitəsilə. Buna boş constructor deyirik. Buna da ki, yəni dəyər götürən constructor. Bu 3 dənə dəyər götürürdü. Bu heç dəyər götürmür, bu avtomatik mövcud olur. Yəni avtomatik biz yazmasaq da bu constructor olur. Aha, bu da belə. Bu da constructor. Ümumiyyətlə aydındır constructor, yoxsa? Bəli, müəllim, aydındır. Yəni əvvəl izah elədiklərim də aydındır, əgər listədə Bəli. Aha. Aha, daha sonra encapsulation dediği inheritance. Inheritance'da bir dənə də özüm keçim üstündən. Bayaqlar dog, animal məsələsindədir. Yəni animal Miras götürmək. Animal ümumi anlayışdır. Dog isə animaldan törəyib də belə düşünün. Yəni animal ümumidir. Dog isə animalın xüsusiyyətlərini də götürür. Öz xüsusiyyətləri də var. Yəni miras alır. Animal klassından miras alır dog klassı. Amma özünün də məlumatları var. Belə. Daha sonra. Bunu da deməmişəm, bunu da deyim. Belə bir şey də var. Yeri gəlmişəm deyim. Məsəl üçün atıram example deyə bir klass var, düzdür? Studentdə mən, düzdür, nə qədər məntiqli olmasa da yenə də yoxlamaq üçün student extend edib example yaza bilərəm, düzdür? Belə bir ixtiyarım var. Dog animal deyil, indi bu student example-dır. Yenə də məntiq çərçivəsində biz belə bir şey eləməməliyik. Sadəcə göstərmək üçün eləyirəm. Bir dənə bir şey var ki, bir class, student klassı olsun, fərqlənmir. Bir dənəsindən extend eləyir. Baxın, example-ı mən məsələn mainə gəlirəm. Mainə yazam ki, extends example. Bu da example elədi, bu da example-ı götürür, düzdür? Fərqli class bir dənəsini extend elədi. Amma mən gəlib burada qoy bunu bir dənə qaytarım. Buna göstərim. Mən deyim, həm də example elədim, həm də gəl main'i götür. Olmur. Üstünə gətirirəm.
class cannot extend multiple classes. Yəni çoxlu klassları extend eləyə bilməzsiniz. Yəni bunu deyəcəm, niyə deyirəm? Gələcək dərsdə deyərəm. Məsələ nədir? Ancaq bir dənə extend eləyə bilərik. Çünki extend nədir? Is a. Bunun relationship'i budur. Is a relationship. Belə düşünün. Relationship. Yəni is a əlaqəsi qurur. Is a relationship nə gedir? Ünsiyyət mi deyim? Qohumluq mu deyim? Hə, o qohumluq demək deməli. Yox, qohumluq relativdir. Relativ. Aha. Relationship'də bir əlaqədir də, yəni. Hı. Aha. Yəni is a. Burada nə yazmışamsa, bu student is a example. İndi məntiq cəhətdən ona görə dedim ki, şagird nümunə deyil. Onun üçün səhvdir. Şagird məsələn extend person eləyə bilərdim. Ya da human being eləyərdim. Canlıdan insandan götürərdim. Məntiqli olardı, amma example məntiqli deyil. Bu is a-dir. Gələcəkdə bir dənə də keçərik. Has a. O da ki, nədir? Bir dənə eləməyəcəyik, çoxlu eləyəcəyik. Bu deməli is a-dir. Yəni bunu əvvəlcədən belə spoiler kimi deyirəm ki, yəni indi is a-ni keçdik. Bir dənə gələcəkdə elə eləyəcəyik ki, çoxlu klasslardan götürəcəyik. Yəni student is a olmayacaq. Is a nədir deyəndə deyirəm. Is a nədir sualıdır. Yəni bu nədir? Şagird nədir? Şagird insandır. Məsəl üçün. Has a. Yəni sizin bir şeyiniz var, belə düşünün də. Yəni have has sahib olmaqda, bir şey sahib. Bəli. Aha. Necə I have a book deyəndə mənim kitabım var. Aha. Eynən də indi keçmələm yəqin ki, baxarım vəziyyətə. Has a keçəcəyik. O da ki, student məsələn deyəcəm ki, nələri var. Burada yazıram ki, runnable. Məsələn, qaça bilmək xüsusiyyəti var. Quş var. Quşa yazıram ki, flyable. Məsələn, uça bilmək xüsusiyyəti var. Həm uça bilir, həm qaça bilir, həm neyniyə bilir. Bax, çoxlu xüsusiyyətləri var ha. Onu da ki, başqa bir kodla göstərərəm sizə. Amma hələ ki, extend nədir? Extend is a-dir. Biz has a keçməmişik. Has a-ni də göstərəcəm. Aha. Daha sonra bu getdi. Inheritance getdi. Polymorfizm nədir? Bunun kodun elə bir təkrar istifadəsini artırır. Daha oxunaqlı edir. Yox. Onu deyirsinəli. Yox, polymorfizm başqa şeydir. Yox, məliyim. Metod yox. Yox. Burada inheritance və polymorfizm yazılır. Yəni bunun səbəbi var. Yəni yaxın mövzulardır. Belə deyim. Polymorfizm də Eyni metod. Yox, metodun əlaqəsi yoxdur ümumiyyətlə. Mən student extend example yazmışamsa, əslində example-da məlumatlar gəlib studentə. Deməli, mən məsələn yazsam burada, normalda student s bərabər new student edə bilirəm. Yəni eyni əməliyyat, amma fərqli nəticədir, onu deyirsən? Yox. Normalda mən studenti istifadə edə bilərəm öz konstruktoru ilə. Amma mən example yazıb da istifadə edirəm. Yəni bir obyekti əvəzləyirəm. Özünü başqa cür aparır. Polymorfizm bir obyektin özünü başqa cür aparmasıdır. Yəni mən burada new student yazmışam. Şagird. Amma şagird özünü example kimi aparır. Yəni normalda example burada yazmışamsa, o example olmalıdır. Belə bir şey düşünün də, yəni belə bir şey düşünün. Mən yazmışam ki, int a bərabər 5 düzdür. Yəni 5 nədir? Rəqəm tipindədir. Int nə istəyir? Rəqəm tipi istəyir. Deməli, bu uyğundur da, düzdür? Bəli. Mən də deyirəm ki, əslində double yazıram, b yazıram. B nə istəyir? Kəsrlər, düzdür? Bəli. Bərabər a yazanda əslində bura 5
5 belə gedir də 5.0 gedir. Hı -hı. Yəni əvəzləmə eləyir. İndi buradakı nümunə sadəcə izah üçündür. Yəni, realda başqa cürdə onu da deyəcəm. Yəni əvəzləyirəm də burada kəsrlərdir, amma int dəyəri də gəlir otura bilir, istifadə edə bilərəm. Belə. Aha, amma bu obyektlərdə işləyir. Yəni int double primitiv tipdir. Hı -hı. Example class'dır, student class'dır. Fərq eləmir, example olmaz, person olar. Bu olardı person. Yəni person yazardım, p bərabərdir new student. Yəni şagird özünü insan kimi aparır. Hı -hı. Bunu izah eləmişdim. Yox. Eləmişdim məncə. Eləmişdim. Mən də indi də izah eləmişdim. Human being, person. Sizdə izah eləmişəm də məncə onu. Human being, person. Nə qədər class yaratmışdıq. Yoxsa yox, sizdə deyildi o. Mən xatırlamadım. Mən ümumiyyətlə sizə bunu izah eləmişəm. Bu da Nə? fərqli bir şey, bu da fərqli bir şey. Özün fərqli aparma. Yox. Onda sizə izah eləməmişəm bunu, belə. Aydındır. Onda bunu izah eləyə bilərəm bunu. Çünki inherit hansının davamı əslində. Ola bilsin ki, keçən bütün vaxtı buna ayırmışdım, onun üçün izah eləməmişəm. Amma hipstəki bir dənə keçmişəm onda sizə, yoxsa başqa şeydə keçmişəm? Bəli, bu günə hipstək keçdiniz. Aha. Onda belə eləyək. Inheritansı izah eləmişdim ki, miras alır, amma yenə də onu da kiçik bir dənə qaydaq. Bunu silirəm. Belə. Burada artıq bir şey yoxdur. Heç bir şey. Main classını dəymirəm. Example classımız var. Example classı kifayət eləyir. Mən sizə demişəm də, mən demişəm, deməmişəm. Burada da main yazanda, yəni buradakı maini də çalışdırmaq olur. Məcbur deyilik ki, bu main classındakı maini ancaq çalışdıraq. Yəni mən məsələn bunu da çalışdıra bilərəm. Bunu çalışdıranda main ilə əlaqəsi olmur. Yəni buradakılar heç bir işə düşmür. Bunun çalışdırması başqadır, bu da main classdır, amma bu main classının içində main metodudur. Bu example-ın içində main metodudur. Main metodlarının hamısı çalışdıra bilir, amma fərqli işləri var. Yəni əslində normalda bir dənə mainin içində main olur, vəsiyo. Yəni, belə bir şey yazılmır normalda, amma bunu istəsəz qalsın, burada əlavə kod yazmaq istəsəz, hər şey bir dənə belə açıb istifadə edə bilərsiniz. Daha sonra, baxın yenə deyəm, heç bir şey işə düşmədi. Amma maini mən çalışdırsaydım, baxın, mənə nəsə yazır. Amma mən buradakı maini işə salsam, bu heç nə yazmayacaq. Çünki burada heç bir şey yoxdur. Fərqli mainlərdir. Mən deyirəm ki, özümdən 2 dənə class yaradım. Birinci klassım olsun animal, ən ideal nümunə animal. Bir dənə də olsun, siz demiş dog. İdeal olanlar götürürəm. Animalın xüsusiyyətləri nədir? Deyirəm ki, belə bir xüsusiyyət var. Int have legs. Yəni neçə ayağı var? Hər heyvanın fərqli ayağı var, düzdür? Bəli. Standart olaraq neçə ayaq yazaq? Standart yazaq 4 ayaq. 4 ayaq standart olaraq. Amma çoxsunda 4 ayaq var. Mən deyirəm ki, başqa nə xüsusiyyət olsun? Olsun. Boyu ola bilər. Məsəl üçün boyu ola bilər bu arada. Int height yazıram, height heç bilməz oxunur. Yazıram, amma int yazmıram, double yazıram. Çünki boyu kəsrləndir. Əslində intlə də yazmaq olar. Santımla götürsə elədir. Yazıram metrlə, yazıram məsəl üçün standart boyu olsun. Bir tanımdakı. Yox, 50 santım. Amma santım yazmıram.
Buna ki belə yazaq. 0.5 yazaq. Santimlə yox, 0.5. Ops. Bunu da qabağına bir dənə bildirirəm ki, with method. Hətta method yazılır desin üstündə, ha. Yəni metrə ilə. Yəni bunu da özümə bildirirəm. Yəni bu not qoyma işlərini də alışqanlıq eləsəz yaxşı olar, çünki Qarışdırmaq üçün. yox, həm özünüz üçün, həm də ümumiyyətlə başqaları üçün. Yəni başqaları da sizdən sonra kod yazanda bilsin ki, bu nədir? 0.5 niyə yazmısınız? Hə, Niyə düzdür. 50 yazmamışsınız? 0.5 yazmısınız? Yəni bunu bildirəsiniz ki, metrə yazmışam. Aha, bu məsələn aydındır. Buna heç bildirməyə ehtiyac yoxdur. Comment. Aha. Dog olsun. Məsəl üçün bunda xüsusiyyətləri var. Animalın deyə bir dənə də xüsusiyyəti olsun, make sound. Bunu necə eləmişdim əslində. Public void makes sound. Aha. Mən də ops, aşağı düşdüm. Aha, mən deyirəm ki, bu desin ki, general animal sound. Yəni ümumi heyvan səsi. Bilməm axı nə heyvandır. Ümumi bir struktur kimi düşünün. Yəni bu heyvanların hamısında olan ortalama bir şey götürmüşəm. Onun üçün deyirəm ki, ümumi səs, bilməmə səsdir. Dog'un içində yazıram. Məsələn, dog neyini bunu kopyalayıram. Make sound'a yazıram ki, barking. Çünki barking hürmək deməkdir. Və main'ə yenə dəymə, main'i bağlayıram. Bizim example vardı yəni burada. Aha. Və main'də yazıram ki, dog, new dog. Daha sonra yazıram dog nöqtə make sound. Dog'un səsi nədir? Barking. Aha, bu normalda mənə barking yazacaq. Aha. Mən bunu bağlasam, make sound metodu itir. Düzdür? Bəli. Çünki yoxdur yəni. Amma mən dog'a inheritance-dan, mirasla, animal-dan miras kimi bunu versəm dog'a, extend eləsəm animal, onda avtomatik gələcək. Yəni bu olmasa da, yəni bunu komment almışam. Animal-dan bu dog'a miras kimi gəlir. Yəni make sound funksiyası gəlir. Belə bir metod gəlir. Ona görə mən istifadə edəndə ümumi bir miras kimi general animal sound, yəni dog olsa belə ümumi səs çıxardır. Yəni ümumi bir heyvan kimi götürmüşük. Çünki itin xüsusiləşdirməmişik ki, sən belə bir şeylər. Amma mən bunu da yazsam, bunun adı nə idi yadınızdadır? Hansı mənim? Əzirdir. Bir metodu buradakı məsəl üçün ümumi olanı əzirdik. Özümüz üçün yazırdıq, xüsusiləşdirirdik. Inheritance-da var idi. Yadınızdadır. Override yadınızda. Bəli. Şey var idi bir dənə. Overloading var idi. O metodları elə ki, eyni adlı metodlar eləyirdi. Override-dakı özündəki üstün klassını metodunu əzir. Deyir ki, bu keçərliliyi olmasın. Bunun keçərliliyi olsun. Və bu zaman override kodunu istifadə edirdik. Yəni as, bildiyiniz as deməkdir. Bu kodu as, üstünə yaz. Üstünə yaz, bu olsun. Və belə olan halda artıq dog öz səsini çıxardır. Aha. Bu class belə. Yəni miras söhbəti bu qədər. İndi polimorfizm söhbəti var. Normalda dog yazıram, burada dog yazıram. Yəni bu standartdır. Mən sizə demişəm ki, array list yazırıq. Nə bilim, nə varsa, studentə student yazırıq. Standart olaraq nədirsə odur. Məsələn, mainin içində baxın. Ha, burada. Aha, deməli student burada yazmışam. Deməli burada studentin constructorunu çağırırdım.
Aha, Yəni klassın obyektini belə yaradırdım. aha. Student tipində olduğu üçün elə student verirdim də. Necə ki string-isə string verirdim. Int isə int verirdim. Int-ə 5 verirdim. Bu da belədir. Yəni Hı hı. student istəyirsə student verirdim. Amma indi normaldan fərqli olaraq özünü aparmaq deyə bir anlayış var. Hı hı. Dog yerinə animal yazıram və deyirəm ki heyvan. İt özünü, Hı it bir hı. heyvan olduğu üçün özünü heyvan kimi aparır. Aydındır? Aha, bəli. Yəni ümumi heyvan kimi aparır. Onsuz heyvan olduğu üçün, yəni extend elədiyim üçün mən animal dog, new dog yazaram. Fərq eləməz. Belə bir xüsusiyyətim ola bilər. Və baxın barking. Hı hı. Animal yazsam belə animal-inki gəlmir. Əsas məsələ constructor nə yazmışam o gəlir. Aha. Bunun başqa məsələsi nədir? Baxın. Bir dənə də cat açıram. Bunu da extend edirəm animal-a. Bunu Hı da hı. aha public void make sound. Dog sound yox yazıram. Yox. Ha. Və üstünə bir dənə override qoyuram. Hə, əslində. Aha, niyə? Çünki normalda make sound'un özünkü var idi. Deyirəm ki, Hı hı. mən özümkünü istəyirəm. Cat'də də, dog'da da Hı hı. özünkü var. Və məsələ budur ki, mənim bu dog yazmağımla animal yazmağımın arasında bir dənə fərq var, onu izah edəcəm. Normalda belə bir şey istifadə edirikmi? Bax, səmimi deyim də. Hmm. Bir nüansda istifadə elədiyim olub. Yəni bir dənə qabaqda istifadə eləyəcəyik. Amma klass yox, bir dənə interfeys anlayışı var, onda istifadə eləyəcəyik. Yəni mən səmimi deyim, bu önəmli mövzudur, polimorfizm mövzusu önəmlidir. İntervyularda da soruşulur. Amma Az istifadə olunur. hə də, yəni də belə deyim. Bu Hı, klassın anladım. klass versiyasıdır. Baxın, bu klass versiyasıdır. Bir dənə də interface deyilən bir şey var. Bax, keçəcəyik. Bu da new eləyəndə JavaScript class eləyəndə baxın. Bizə nə çıxırdı? Class var, düzdür? Hə, aha. Altda baxın interface var, record var, enum var, annotation var, exception var. Hı hı. Bunların hamısını keçərik biz. Biz elə klasslarla işləyirik. Yəni adi Java klasslarla işləyirik. Uyğun olsa sabahları deyəndə 4-cü gün interface keçərəm. O Göstərərəm. nədir ki, mənim fərqi? Bax, has e dediyim var ha, has e. Hə, bəli. Elə interface odur. Hə. Normal klassı biz extend edəndə is e olur. Amma interface edəndə has e məntiqi ilə olur. Hı hı. Record var. Record ümumiyyətlə çox istifadə eləməmişəm, açıq deyim. İnam önəmli mövzudur və çox istifadə olunur. Bunu da keçərik. Annotation-dakı baxın, override var ya, burada override yazırıq. Sonra Hı hı. indi qabaqda başqa annotasiyaları da keçərik. Baxın, elə bunun üçün annotasiyanı özümüzkünü yarada bilərik. İstifadə edilirmi? Yox deyərdim. Hı hı. Mən bir dəfə istifadə eləmişəm, amma yəni səmimi deyim, istifadə edilmir. Çünki hazır annotasiyalar var, onlar kifayət eləyir. Amma maraq üçün istəsəz gələcəkdə özümüzdən annotasiya yaradarıq. O nədir ki, müəllim? Belə bir override qoymuşuq. Məsələn, override məntiq nədir? Əvvəldəkini as, düzdür? Əzmi. Hə, bəli. Belə şərtləri də özümüz qoya bilirik. Hə, Yəni şan. yenidən normalda şablon olanlar override'dır. Yəni qabaqda müəyyən şeylər keçir. Onlar kifayət eləyir. Amma lazım olsa özümüz üçün də yarada bilirik. Exception-dakı xətadır. Bundakı qabaqda izah eləyərəm. Xəta dərsi onsuz qabaqda gəlir bu arada. Exception. Burada yəni bunu da istifadə edəcəyik. Yəni hamısı sırayla gələcək. Mən burada rekordu baxaram, lazım olsa izah eləyərəm, amma rekord lazım deyil. Amma burada klass önəmlidir ki, biz klassla onsuz işləyirik. Interface önəmlidir. Gələn dərs izah eləyəcəm. Rekord dediyim kimi vəziyyəti nasıldır? Müəllim, İnam rekorddan istifadə eləmisiniz heç? yox, açıq deyim yox. Onun üçün deyirəm. Amma yenə də belə deyəndə məlumatınız olsun deyəndə üzdən bir dəfə keçərik də, bildiniz necə. Yəni mən istifadə Bəli. eləmirəm deyəndə heç keçməyin mənasızdır axı. Onun üçün ən azı təməl şeyləri izah eləyərəm.
Amma İnam. inam belə deyim də, yəni inamsız ümumiyyətlə kod yazmaq yaxşı deyil. O nədir Yəni ki müəllim? inam nədir? Hı. Belə indidən izah vermək çətindir, amma dəqiq dəqiq şəkildə yazılar olur. Hı hı. Yəni deyəm ki, bundan başqa seçimin yoxdur. Məsələn, ə, nə ola bilər nümunə? Deyim ki, insanın rolları var da, düz deyil. Aha. Məsəl üçün məktəbdə sizin şagird rolunuz var, bir də ki, müəllim rolunuz var. Hı Ya hı. şagirdsiz, ya müəllimsiz, düzdür? Aha. Baxın, inan bunun üçün istifadə olunur. Belə ümumi göstərirəm. Yazam ki, rolda məsəl üçün. Bax belə bir şeydir. Yazam burada student, bir dənə Hı də ki, hı. teacher. Yəni ümumi göstərirəm, yəni Hı hı. anlamasız da olar. Vəsiyo. Daha sonra rol yazanda heç kim rola şagird və müəllimdən başqa bir şey yaza bilməyəcək. Yaza bilməyəcək ki, nə bilim, müdür. Belə bir şey yaza bilməyəcək. Ha, Yəni başa. bu biraz dəqiqləşdirmək üçündür. Xətalar aradan qalxır, standart qoyur və s. Belə deyim. Yəni asan bir şeydir. Uzağa 15 dəqiqə vaxtımız çəkməz. Belə bir mövzudur. Hərəsində baxın özdə işarəsi var. E yazın məsəl üçün inam. Hərəsində öz işarəsi var. Maraqlı dərsdir, önəmli bir dərsdir, amma sadəcə ümumi göstərdim də, yəni məğzi üçün. İndi yenə deyirəm, bizdə Java klassda nə var idi? Exception önəmlidir. Exception yaradıb tuturuq. Bunu da gələcəkdə izah edərəm. Vəsiyo. Əsas məsələ indikiləri yaxşı öyrənirik ki, gələcəkdə də gələcək dərsləri keçək və davam edək. Yəni aha. Bunu da izah edeyim. Yəni ki, vaxt bitər, amma bunu da izah eləməliyəm onsuz. Animal dog. Burada dediyim kimi it özünü heyvan kimi aparır. Niyə? Çünki Avara. Hı hı. extend eləmişəm deyənə. Baxın, mən Götürülüb. buradan extendi siləndə bu İşləməyəcək. avtomatik qırmızı atır. Hı hı. Nə deyir? Deyir require type animal. Deyir mənə heyvan lazımdır. Provide dog. Sən mənə it vermirsən, amma mənə heyvan lazımdır. Hı Əslində məntiq cəhətdən it də bir heyvandır. hı. Amma mən bunu bildirmədiyim üçün burada Hı hı. xəta atır. Onun üçün biz extend edirik. Aha. Hı -hı. Daha sonra override-dakı dedim, bu da belə. Bir də cat-i niyə yaratdım, onu da izah edəcəm. Baxın, cat-i də extend eləmişəm. Eləməmişəm deyək də, deyək ki, eləməmişəm. Belə bir şey düşünün. Normal cat class-dır. Heç bir extend yoxdur. Özünündür, heç override eləmir, çünki override eləyə bilməz. Extend eləməyib axı. Hı hı. Gəlirəm, dog make sound elədi. Gələk animal. Baxın, yenə də cat-i birinci qoyardım. Cat make sound eləsəm, problem çıxmayacaq. Cat-in öz soundu var da miyav. Və baxın, barking da var, miyav da var, problemsiz. Amma mən cat-ə animal yazıram, problem çıxır. Deyir ki, mən heyvanı istəyirəm, sən mənə pişik vermirsən. Əslində, cat-i mən extend eləsəm, problem aradan qalxır. Mən burada deyirəm ki, cat is an animal. Yəni artıq pişik bir heyvan olduğu üçün, it də bir heyvan olduğu üçün, burada example-da animal dog-u da, cat-i də ikisini də əvəzləyə bilir. Daha doğrusu dog özünü elə aparır, həmçinin cat də. Buna deyirlər davranış. Polimorfizm davranış fəlsəfəsidir. Belə bir izmdir də, yəni bunun da açılışına baxım. Polimorfizm budur, amma bunun tərcüməsi meaning olar. Bir dəqiqə baxım. Polymorphism, the condition occurring in several different forms. Baxın, the condition, yəni bir vəziyyət of occurring in several different forms. Çoxlu, several bir neçədir, yəni bir neçə formda olmaq. Yəni bir neçə formda baş vermə hadisəsi. Məsəl üçün həm deyək dairə olur. Bunu da qoy, dairə qəşəngmi nədir? Onu da qoy göstərim istəyirsiniz. Cat izələndə yəni bu aydındır, animal Aha, yazdım, bəli. amma dog cat burada. Aha. Bu arada deyim, birdən burada yazarsınız ki, dog, buraya yazarsınız animal. Yəni bu xəta atacaq, bunu da deyim yəni. Çünki animal dog deyil, amma dog animaldır. Yəni it heyvandır, amma heyvan it deyil. Ona görə belə yazmaq olmur.
Aha, indi bunundakı nümunəsini bir dənə də başqa bir şeylə də verim. Yəni real nümunələrlə də. Diqqəti indi silək. Aha, sil. Example'ımız qalsın. Dog'u da eynən silək. Animal da silək. Animal da lazım deyil. Çünki yeni bir şey eləyirəm. Deyirəm ki, form yazaq. Figur yazaq da, figur. Figur yazıram. Figurlar var, məsəl üçün circle var, square var. Deyək ki, dairə, kvadrat və s. Figurlar var. Figuru yazıram ki, int tərəf nədir ingiliscəsində? Round. Side deyirlər yəqin. Yox, Siz nə demişdiniz? round. Yox, round deyil, yox. Yox. Tərəf. Side. Qoy qalsın side. Aha. Figurun tərəfi var. Standart yazmıram. Vəbşi ümumiyyətlə baxın. Heç bunu belə saxlamışam. Standart qoymamışam. Sadəcə xəta atmasın deyənə bərabər 0 yazarıq da. Burada heç bir şey. Xəta çıxmır ha. Yenə deyirəm, xəta çıxmır. Figur postu belə qalsın. Mən gəlirəm, source yaradıram. Hətta gəlin belə deyək. Baxın, figur burada var, düzdür. Mən burada bir dənə class yox, package yaradıram. Deyəm ki, figures. Yəni, burada figura olacaq. Səliqəli yazmaq adına deyirəm, yəni. Figuranın içində bir dənə circle yaradıram. Bir dənə triangle yaradıram. Bir dənə də ki, olsun square yaradıram. Yəni, circle dairədir, square kvadratdır, triangle ki, üçbucaqlıdır. Deyirəm ki, square extend eləyir. Circle yox təbii ki. Figuru. Ops. Niyə götürmədi? Figur. Problem nədir bir deyil, baxalım. Figur bir classdır. Mən bunu yəqin ki, import eləmədiyim üçün deyil. Amma o da yenə yazmalıydı da. Amma 100% buradan import eləməliyəm deyənə deyil. Gəlin yazaq bir importu. Amma mən normalda manual eləyəcəyini düşünmüşdüm. Manual eləmədi. Figur açmışam. Buradakı figur istifadə eləmək istəyirəm. Import edirəm source'un içindən. Yox. Dəqiq. Import. Maraqlı da, bu niyə işləmədi? Çox maraqlıdır. Alt qrupda normalda problem çıxır. Məsələn, bu figuru atsam burada işləyəcək, onu bilirəm. Prosta. Başqa mən package'dan necə import eləyə bilmiyəm. Özə bu avtomatik eləməlidir. Bu figur hansı package-dəndir? Package yoxdur ha bunun. Bunun package yoxdur. Bu avtomatik source-un içindədir. Import source yazsam çıxacaq ki, source ol eləsəm. Amma source tanınmayacaq da, məsələ budur. Yazam burada project. Yo. Mən bunu atmaq istəmirəm də, niyə ki? Əslində atmalıyam, mən prosta atmadan yoxlamaq istəyirəm ki, extend figure, amma bu fərqli package-dədırsa. Package burada, amma import edirəm. Bunu bir dənə package-ə salsam. Source-un içində bir dənə package yaradıram. Məsəl üçün adı olsun. Adı nə olsun? Mən düşünüm də bu saniyə. Adı, figurun adı nə olardı? Kvadrat. Yo, package adı yaratmaq istəyirəm. Bu arada bir dənə səhv eləmişəm. Figur burada böyle yazmışam. Package adları kiçiklə yazılır, onu da deyim. Yəni buradan rename eləyib, bunu bir yana kiçiltmək lazımdır. Aha. Sadəcə dedim ki, burada maraqlıdır, figur. Çıxdı axı nəsə elə bir. Yo, çıxmadı. Ancaq bunlar.
Bir də maraqlanım bunu. Görüm, kana Hı import. Normalda mən bunların hamısını package salıram. Baxın, məsəl üçün nümunə göstər. A qoymuşum, deyə package-in adını, düzdür? hı. Figuru mən buna atsam, refactor eləsəm, baxın, əslində A nöqtə figur gəlir. Hı hı. Gördünüz, figur gəldi. Ha, bəli. Mən bunu package-in içinə atmamağını düşünürəm. Əslində heç eləməmişəm, maraqlı gəlir. Normalda hər şeyi package-in içinə qoyduq. Hı hı. Onun üçün işləyir. Sadəcə buna uyğun package yoxdur axı. Bunun adını nə qoya bilərəm? Aha, figuru atıram source-un içinə. Factor anyway, problem çıxır. Import figur edə bilmərəm. Yəni maraqlanım. Can I import upper package-də put a class that locate in upper package. Baxın. Yox, bunu mən in Java. Python lazım deyil. Aha, burada source.com company var, main app var, utils var, another package var. Müəllim, bir şey soruşmaq istəyirdim sizdən. Aha, Siz bir dəfə demişdiniz ki, bu Python proqramı var, aha. onu yükləyəndə bir ay pulsuzdur. Daha sonra tələbə kodu ilə də siz demişdiniz Yo, daxil olun. yo, əgər ancaq Python yazmaqsınız, yox, problem deyil. Yəni pullu deyil. Necə Java-da yazırıqsa, Hı hı. elə Python-da da yaza bilərsiniz. Mən o Sadəcə gün sözlü balla kəsirəm. Balaca qızım keçən həftə bazar gün keçdi. Yüklədik onu PyCharm-a. Orada hə, pulu da vardı, belə də vardı. Uşağıma dedi ki, ana bir ay şeydi. Ondan sonra ödənişlidir deyəsən. yox. PyCharm-ın Community Edition-u var. Hı -hı. Bu pulsuzdur. Community hamı üçündür yəni. Bir Hə, də Professional var. Professional isə pulludur, hə. Siz onda Professional yükləmisiniz. Professional-da sizə 1 ay verir. hə, hə, o da onu Aha, dedi. baxın. The only Python ID you need. Yəni bunu download edəndə free forever. Baxın, burada yazıb. Həmişəlik pulsuz. Bu pulsuz versiyasıdır. Amma yazıb ki plus 1 month of pro included. Həmişə pulsuzdur. Amma 1 ay pro versiyası verilir sizə. Bir dəqiqə. Bunun download ediyorsun, şurada download eləsəm, problemli şəkildə işləməli diz. Mən buradan yükləmədim. O birisindən yüklədim müəllim. Hansından? Bir dənə var idi. Buradan. Bir dənə idi. Baxın, bundan Community Edition. Düz buradan işləməyi tövsiyə eləməm, amma Community Edition'dır, nəticədə bu pulsuzdur. Python install Python. Desəm, Baxın, Community Edition var, Professional Edition var. yox, belə bir şey deyildi, bilmirəm. Bir saniyə. Bu bana düşmür. Hə, siz göstərdiyinizdir. Poçtu görünüşünə görə, hə, bax bu idi müəllim. Bu loqoda olanı yükləmişdik. Hansı bu? Bəli müəllim, bəli, bunu yükləmişdik. Amma unutmuşam. Amma eyni şey kimidir, IntelliJ ID kimidir, VS Code kimidir. Ha, onun hamısı oxşardır onların. Aha, bir də ikona baxım. Icon div of Python community and obviously professional. Onların fərqlərinə baxım. İkon fərqi var. Yazmışdı orada. Yazılmak sebebi. Yo, eynidir yazıb.
Yo, eynidir. Prosta nəyinsə fərqli. Onu amma yəni necə deyim sizə? Şəkil yəni odur, yəni loqo olaraq odur şəkil. Siz Python müəllimlərindən soruşa bilərsiniz. O şeydir, Step Akademiyadadır müəllim, hər şey keçir onlar. Bildim, amma mən deyim ki, yəni Python keçirlərsə, yəni lazım deyil. Onsuz pulsuz versiyası Current Edition kifayət edir. Başa düşdüm. Yəni istədiyiniz qədər Python yaza bilərsiniz. Sadəcə framework yazı bilmirəm, lazım deyil, onu bilmirəm. Amma məncə pulsuz yaza bilərsiniz, yəni problemsiz şəkildə yaza bilirsiniz. Aha, daha sonra. Yəni polimorfizmdə qalmışdı, onu da göstərim. Bunu mən onda belə eləyirəm. A yazmıram. Adını qoyum. Onu belə eləyək də. Fiqur da ataq bunun içinə. Siz fiqur adı yazmalısınız müəllim ora, yoxsa necə? Əslində eyni bir package yoxdur da, bildiniz necə? Gəlin onu bir package salardım ki, import Səhifəyə. edə bilim. Normalda əslində avtomatik tanımalıdır. Source'un içindədir, bunun içindədir. Amma tanımır. Source'u niyə götürmür bilmirəm. Normalda source'un içində də yazsam nəsə, bəlkə götürə bilərdi. Ola bilər. Ola bilər. Məsəl üçün yazıram burada, baxın. Source'un içindən bir dənə new package edirəm. Yazıram ki, project. Direkt adını project qoymuşam, düzdür? Bəli. Bunu da atıram bunun içinə. Baxın, bu 3 dənə shift elədim bu arada, onu da deyim. Bunu bastım, shift'e basıb saxladım, bura bastım. Bunu da atıram bunun içinə. Refactor. Amma fiqur yox. Aydadır. Buna qarşıdı bir-birinə. Arxaya vereyim. Fiqur project. Project birinci bu üçünü atım. Qarışmasın yəni. Bunları attım. Bax. Project'in içində bu üçü var. Düzdür? Mən deyirəm, fiqur package'ini də atıram bura. Source'un içində project oldu. Project'in içində həm fiqur oldu, həm bu oldu. Sadəcə bir dənə nə oldu? Bir dənə əvvəlcədən project deyə package açdım. İndi eləsəm, fiquru mən atam project'in içində. Görüm olacaqmı? Yəni fiqur buradadır. Bu package buradadır, fiqur buradadır. Mən girirəm Square'yə məsəl üçün. Baxın, project'in içindən fiqur tapdım. Project package'ın içində fiquru tapdım. Amma bizim Square hardadır? Figurus'da. Yəni bu belə fərqlidir. Import edəndə dediyim kimi import edirik. Haradasa başqa bir class götürür. Normalda lazım olmur. Amma fərqli package'lərdə olanda biz import eləməliyik. Normalda fərqli package göstərməmişdim. İndi göstərim ki, yəni belə bir fərqi var. Fərqli package-isə 100% import eləməliyik. Məsəl üçün, deyək ki, maindən nəsə, yox, main olması studentdən nəsə istifadə eləməliyim, düzdür? Mən burada student yazanda, S yazanda, bərabər yazanda new student yazıram. Buna baxın, özü avtomatik elədi, mən yazmadım. Project'in içindən student. Project'in içindən studenti tapdı və import elədi. İndi mən onun üçün istifadə edə bilirəm. Import eləməsəm heç studentdə istifadə edə bilmərəm. Aha, bu belə. Bəs indi deyəcəksiniz ki, niyə maində? Mən studenti istifadə edirəm, amma buradan studenti import eləməmişəm. Düzdür? Onun səbəbi mainlə studentin eyni nə deyim ona? Eyni package-də olmasıdır. İkisi də baxın project package-indədir. Project'in içində ikisi də buradadır. Onun üçün problem eləmir. Amma buradakı fiqurlar başqa bir package-də olduğu üçün biz bunu alt olaraq və ya üst olaraq package-lərini çağırmalıyıq. Eynən burada baxın. Square X-dən fiqur yazmışam. Sadəcə X-dən bu bir dəqiqə main'i bağlayaq. Fiqur yazmışdıq. Aha. Bu arada package-də göstərim. Package deyə bir şey var. Elə package budur, project package-indədir. Example-a baxıram. Example, baxın burada. Bunu biraz yekəldim. Bu project package-indadır. Fiqurun içində deyil, düzdür? Nədədir?
figurda, example-da, main-də, student hamısı project package-indadır. Gedirəm baxıram. Məsəl üçün example-a. Baxın project. Figura. Project. Hamısında yazılır. Baxın hamısında. Amma figure package-in içinə gələndə, bu project-in içində figurdur. İndi circle-a girirəm, baxın. Project package-in içində figure package var və onun içində biz circle yazırıq. Aydındır? Aha, yəni package-də belədir. Package import budur. Package paketlərdir. Importdakı import eləyirik, yəni yükləyirik onu başqa bir yerdən istifadə eləmək üçün. Aha, necə ki, baxın, mən məsəl üçün array list. Array list burada hardadır? Bir dənə baxın. Array list yazmamışıq ki biz. Array list var, düzdür? Amma mən array list yazanda array list yazıram. Olsun string saxlasın içində, düzdür? Baxın, mənə deyir ki, import class. Import eləyirəm, əslində bu avtomatikləşdirir. Java.util.arraylist deyə bir bu ikisi package-dir, bu da ki class-dır. Yəni bu avtomatik oldu, hə? Hə, bu avtomatik oldu. Yəni mən bunu arraylist həmişə yaradanda siz fikir verməlisiniz, sizdə də var məsəl üçün. Avtomatik eləyirik. Məsəl üçün main-də baxın, bu var. Scannerə baxın, arraylistə baxın, hamısı import olunur. Amma biz bunu əllə eləmirik. Sadəcə dediyim kimi, bayaqları paketə salmadığım üçün əllə eləməyə məcbur oldum. Onu da heç eləyə bilmədim açığı. Normalda hamısı paketdə olur. Paketdən istifadə edirik. Aha, circle belə. Aha, circle-da nə edirəm? Heç arraylistə ehtiyac yoxdur. Prosto bunu boşa import elədim. Circle-da extend eləsin. Figurdan. Baxın. Example qalsın. Bunu bağlayıram. Bunu ataq. Bura. Bu bizim işləyəcəyimiz class-dır. Circle deyirəm ki, figurdan extend eləsin. Amma biz figurun içində nə var idi? Side. Bu side normalda abstract var idi. Bilən görmə olacaqmı? Mən normalda belə yazmıram, amma belə bir şey gedərmi? Getməyəcək, böyle yazma getməyəcək. Yo, getməyəcək. Aha, onu siz necə eləyək? Side 5 yazsam, belə yazdım. Normalda abstract class anlayışı var. Onu gələndə izləyərəm. Bu belə qalsın. Triangle-ı da extend eləyək figurdan. Bunun məsələn side nə qədərdir? 3. Int side bərabər 5 yoxu var. Circle 5 yazdım. 0. Burada 3'dür. Triangle-da 3'dür. Square circle, hə, burada 4'dür. Int side 4. Bu da figurdur, yəni figurun sadəcə saydı var, bilinmir nə qədərdir. Mən gəlirəm main-i bağlayıram, təbii ki, student lazım deyil, bu iki lazım deyil. Figurlarla işləyirik. Example, gəlirəm bura. Yazıram ki, circle, məsələn circle-ı yaratsam. Yazsam system.out.println. Yazmayaq da, gəl system.out.println yazmayaq, bunu private eləyək. Private eləyək, bir dənə getter yaradaq. Generate getter. Buna məsəl üçün bir dəqiqə. Bunu circle-da yoxlayacaqdıq biz. Aha, generate eləyirəm. Getter eləyirəm. Baxın, fikir verin, mən getter setter eləmədim, getter elədim. Soruşa bilərsiniz, niyə setter eləmədim? Çünki circle-da bu, bunun 0 tərəfi var, düzdür? Mən niyə bunun dəyişmək istəyim? Bu Pseudo, yəni bu 0-dır. Və üstünə mən sizə bir dənə də öyrətmişdim final kodu. Və bunu bir dənə final edirəm, deyəm ki, dəyişməsin. Yəni neyniyəm? Bu 0 tərəf var, onsuz. Ona görə bu da belə. Aha. Get side, return side. Aha, bunu döndərir. İndi mən deyirəm ki, indi qaytarmasın. Qaytarsın da qaytarsın, yaxşı. System.out.println circle-ın get side-ını, yəni bizə rəqəmi qaytaracaq, biz də cavab verəcək. Çalışdırıram example-ı. Example xəta verdi. Niyə? Baxaq. Niyə xəta verdi?
Could not find the load main class project. Ben bunu çalıştırıram da niye ki? Ha, işe düşdü. Bayaqladı. Bunu bastım. Adını dəyişmələmişdim, onun üçün problem çıxırdı. Aha, 0. 0. Bu çıxdı. Mən indi deyəm ki, bu fiqurdan extend edib əslində mən bunu yazmasam, baxaq bir dənə. Hətta belə deyək də, bunun içində komment alaq. Heç bir get sayta düşməyəcək işə. Nöqtə site. Baxın, site yoxdur əslində burada. Məsələ budur, bir dənə abstract class anlayışı var. Onu izah eləməyini düşünürəm. Uzundur müəllim. Nəsinə versən? Siz qalsın gələn dərsə. Olar, amma buranı yadda saxlayarsınız. Tamam. Yəni bura qədər hər şey aydındır. Normalda mən sizə metodları izah eləmişdim. Extend eləyəndə metodlar gəlir. Baxın, metod yazsam mən burada, public deyək ki, void a yazmışam. A metodda düzdür. Aha, Buna bəli. eləyir, məsələn, system println yazır a. Bu gəlir, metod gəlir. Sadəcə burada bir məsələ var ki, problem yaradır. Yəni bunlar gəlmir də. Bunun üçün bir dənə abstract anlayışı var. Abstract. Belə bir kod var. Amma bu triangle-da yox. Şeydə, figurda. Yəni mən bunu abstract edeyim. Daha sonra istifadə edeyim. Bu belə. Abi, mən bunu niyə private eləmişəm ki? İndi fikir verdim. Ona görə işte. Gəldi bir dəqiqə, gəldi deyirsən. Circle. Ha, gəldi. Mən figura Ha, private. bunun abstract üsulda var. O ağlıma gəldi. Mən normalda bunu classla eləmirəm, abstractla edirəm. Gəlin dəstə deyərəm niyə. Inside qoymuşam. Edge metodu qalsın, qalsın. Circle-a gəlirəm, triangle square-ni çıxardıram. Bunları götürmürəm. Circle çapa verirəm, xətatlıca böyütmə. Circle yox, circle nöqtə. Yox, düz demişəm elə. Baxın, A metodu var, düzdür? Aha, bəli. A metodu var. Bunu mən çağıra bilərəm. Yəni təbii ki, belə çağıra bilərəm də. Circle-ın içindən A metodunu çağıra bilərəm. Bu A metodu işləyəcək. Amma bunu mən public eləsəm, yəni belə baxın, circle-ın içindən site da çıxdı bu arada. Əla. Bunu deyən public eləmək lazım ki, hamısının açıq olsun. İndi nə edirəm? System println circle-ın nöqtə sayını çapa ver. Aha, xəta çıxacaq. Çıxmadı, 0. Maraqlıdır. Onda avtomatik yaradır. Baxın, belə bir necə olur. Bu site mən burada dəyər verməsəm də, avtomatik burada gəlir bərabər 0 eləyir. Ona görə mən circle-ın sayını çağıranda, yəni circle normalda extend edir də figurdan, avtomatik 0 olur. Yəni məsəl üçün mən triangle-da triangle-da deyək ki, figurdan extend eləmişəm. Triangle-da yazıram. Triangle-ın da eynisi. Heç A-sını çapa vermək ehtiyac yox deyə bu arada. Triangle-da da yazıram ki, system println triangle-ın sayını. Sadəcə bu niyə olmur? Çünki triangle-da biz bunu bildirmişik. Bunu bir dənə bağlayayım. Baxın, triangle-ın sayını çağırıram. Baxın, 0. Əslində triangle-ın 3 tərəfi var, yəni bucağın 3 tərəfi var. Amma 0 yazır. Bunun səbəbi figurda avtomatik 0 olmasıdır. Yəni biz bunu yazsaq da yazmasaq da 0-dır bu arada. Bu belə. Və bir dənə nüans var. Mən bunu da overloading eləyə bilərəm. Public inside-ı gətirəm burada public versiyasından yoxlasam və bərabər 3 yazsam, baxın 3 gəlir. Yəni bu da overloadingdir. Bunun başına yazma override da olsun. Bunun başına yazma olmur. Bu ancaq metodlarda keçir. Bu ancaq metodlarda keçir. Bunu da deyim. Bunu bir dənə not qoyun bəlkə bir yerə. Override ancaq metodlar üçündür.
Aha, amma biz bunu override eləyəndə dəyəri override yazmırıq, avtomatik olur. Əslində metodlarda da avtomatik olur, amma biz yenə də başını yazırıq. Figurda da məsələn necədir? Public inside yazırıq. Aha. Tərəf bildiririk və avtomatik sıfırdır. Ümumidir bu figur. Və circle-da eynisini biz bunu public eləyim. Aha. Final tez yoxdur. Var yoxsa var. Bunu mən avtomatik sıfır eləyirəm circle-da. Yəni əslində bunu çağıracaq. Triangle-da 3 eləyirəm. Bu da final-da hətta. Daha sonra məsəl üçün square var. Bunda 4-dür. İndi square-ni də yaradaq. Square, aha. İstəmə printline square-nin side-ını yaza bilərik. Bunu da yəni public eləyirəm. Aha. Yenə deyəm, mən bunu yazmasam birdən. Məsələn, square-də deyək ki, bunu yazmadım. Baxın. Avtomatik 3 yazır. Mən triangle yazmışam. Gördüm. Square yazım bunu. Aha. Deməli, circle-ın obyektini yaradıram. Circle-ın side-ni istifadə edirəm. Triangle-ın obyektini yaradıram. Triangle-ın side-ni çağırıram. Yəni square-nin, yəni dairənin, üçbucağın və kvadratın tərəflərini çapa verirəm. Və mən çapa verəndə nə baş verir? Çapa verək. Figurdan extend eləsə belə, yəni necəsə circle-ın 0 tərəf var və 0 çapa verir. Həmçinin circle-da biz 0 yazmışıq. Aha. Triangle extend eləyib figurdan. Extend eləsə də figurda 0 olsa belə triangle-da 3-dür. Yəni bunu bildirmişik. Bunu bildirdiyimiz üçün 3 çıxıb. Yəni override eləmişik əslində, dəyişəni override eləmişik, metodu yox. Amma bir dənə də square var bu. Aha, square də məsələ belədir ki, biz bunu override eləməmişik. Onun üçün figurda olan avtomatik dəyər 0 çıxıb. Amma mən square-də də bunu da eləsəm və çapa versəydim 4 çıxacaqdı. Aha, bu belə. Polimorfizm söhbətində də bir dənə bu dəyişir. Circle-da yaza bilirəm figur. Yəni dairə bir figurdur. Buna da yazam figur. Həmçinin buna da yazıram. Yəni figur deyirəm, hansı figur? Dairə. Figur deyirəm, hansı figur? Üçbucaq. Yəni bunu belə yazmağınızda baxın. Buna da 0 olur. Niyə 0 deyil? Bu metodlarda fərqli göstərir. Ayda. Metodlarda fərqli göstərir. Metodlarını bir dənə də yoxlayaq onda. Çünki bu dəyişənlərlə dediyim ki, mən abstraktını işləm normalda. Bunu belə deyək. Figurda bir dənə deyək ki, public A deyə bir dənə metod açsam bayaq kimi. Void yazmadım. Aha. Yazam system.println. Yazıram. Side deyək. Get side funksiyası olsun da, təsəvvür get side'dır bu. Amma adını qoymuşam A. Eynən bunu, həmçinin mən digərlərində də, triangle-da da override edirəm. Add override public void A. Bunun side'ını. Hamısında bunu yazaq. Buna qoy side olsun. Getlə işləməyik. Belə yazsam. Götürmədi deyən. Yox, mən side-ı çapa vermişəm. Bunu mən A funksiyasını çağırırım. Elə bunları qaldırım, ən yaxşısı. Ancaq aynan işləyək. Yazıram circle-ın A funksiyası, triangle-ın A funksiyası, bir də square-nin A funksiyası. Aha. İndi mən çalışdırsam, baxın, yenə eyni olur. Sadəcə dediyim kimi, burada elə bir vəziyyətdir ki, figurda dəyişənlər götürün bunu. Məsələn, public inside-dir da bu. Bir dəqiqə, public inside.
Burada public inside. Aha. Bunlar dəyişən olduğu üçün extend eləsən belə yenə də gəlmir. Belə bir problem var. Yenə də abstrakt anlayışı var. Gələn dəfə onu izah edərəm. Burada ancaq metodlar gəlir. Yəni mən heç vaxt dəyişən istifadə eləməmişəm. Dəyişən üçün abstrakt istifadə etmişəm. Ümumiyyətlə dəyişəni miras almaq belə, yəni məntiqli gəlmir. Və məntiq cəhətdən də niyə dəyişəni miras alaq? Amma prosesləri miras ala bilərik. Məsəl üçün nə olsun, nə olsun? Nə olsun? Elə heyvanda kimidir. Yəni məsələn səs çıxarmaq. Məsələn səs çıxarma funksiyasını eləyə bilərik. Amma rəqəmləri zadı, məsəl üçün neçə ayağı var və s. Bunları həmin onun özündə yazsaq daha yaxşı olar. Məsəl üçün dogla animaldır. Dogun içində ayaq sayını yazsaq yaxşı olar. Amma animaldan make sound'u sadəcə extend eləyə bilərik doga. Dog extend eləsin animaldan, istifadə eləsin funksiyanı. Yəni deyəm, abstract class var. Onu izah eləmədim. Gələn dəfə izah eləyərəm. Qarışmasın deyənə. Aha. Məsələ nədir? Məsələ budur ki, siz bunu üzdən baxsınız da olar. Əsas bu deyil. Yəni deyirəm. Aha. Əsas digərlərini siz baxın, əvvəlkiləri təkrar edin, taskı işləyin. Aha. Bu çünki yenə dediyim kimi onları da biləsiniz. Bunu da sonradan bilə bilərsiniz. Yəni bu biraz elə bir mövzudur, açıq. Aha. Yəni çünki əvvəlkilər baxın bunların hamısını əhatə edirdi. İndi polimorfizmə keçəndə də polimorfizm belədir yəni. Yəni də mən bunu istifadə eləmirəm normalda. Amma istifadə elənilə bilər deyəni izah edirəm. Aha. Açığı 2 saat oldu olmağına. Yenə də belə deyim. Taskı işləyirsiniz. Hər sətrin mənasını bilirsiniz. Yəni belə deyim də işlədim, yaza bildim deyildi. Yəni nə yazdığınızı bilməlisiniz. Mən nə yazıram? Bu kodun mənası nədir? Mən niyə while true yazdım? Niyə public yazdım? Niyə private yazdım? Niyə static yazdım? Bunların hamısını bilməlisiniz. Bu birinci məsələ. İkinci məsələdəki videoya baxarsınız. Videoda təkrar elədik. Yeni mövzudan da gətirdim. Amma yeni mövzu dediyim kimi çox keçə bilmədim. Çünki qarışacaqdı deyənə. Bu da belə. Videonun